İndi mənə deyirlər ki, sən yaxşı İsrail tərəfi tutursan, yoxsa İran tərəfi tutursan. Mən hadisəyə əgər mənəvi və şəxsi dövlətin maraqları tərəfindən yanaşaramsa, dövlətin maraqları tərəfindən İsrail deyə bilərdim. İsrail deyə bilərdim. Amma mənəvi tərəfdən orada bizim dildaşlarımız var, dilimizdən olan insanlar var. Və digər məsələ, İsrailin son günlərinin uşaq qatili, uşaqlar, baxma, Fələstin uşağı oldu, kimin uşağı olur olsun, uşaqları öldürən bir dövlət, uşaqları az saxlayan bir dövlət, nə bilim, dinc insanları öldürən bir dövlətə artıq inam olmaz. Elə bir dövlətə heç vaxt artıq güvənmək olmaz. Yəni, İran ən azı bunu etməyib. Ona görə yenə də İran deyirəm. İstənilən halda İran, yəni bizim ətimizi yesə də sümüyümüzü atmaz. Amma İsraildən artıq mən qorxmağa başladım. Uşaq öldürən bir millətə heç vaxt etibar etmək olmaz. Fərqi yoxdur, kimin uşağı olur olsun. Bax, belə erməni uşağı da olsa, uşağın nə günahı var?